Yoktu. Tamam, ben ekran paylaşımı dayandırıram. Tamam. Bir daha axşamınız xeyir olsun. Güman edirəm hər biriniz yaxşısınız, gününüz gözəl keçir. Keçən səfər yadınızdadırsa, axırıncı səfər troubleshootinglərdə qalmışdıq, yəni problem həll etmələrdə. Ən axırıncı problem həll etmələrimizdə bizim kompüterin sönməyi və yaxud öz-özünə restart olunmağı idi. Aha, kompüterlərin sönüb öz-özünə restart olunmağı idi. Bunu da mən sizə burada açıqlamasını verdim. Nə üçündür, hansı proqramlardan istifadə etməliyik və yaxud nələri istifadə Bilal bəy, etməliyik. bir dəqiqə zəhmət olmasa gözləyin. Tamam. Üzr istəyirəm Hilal bəy. Buyurun, başlaya bilər. Aha. Bundan sonra başlayır digər bir problemləri yavaş-yavaş sizə deyəcəm. Klaviatura və yaxud stan işləmir. Yəni mouse işləmir. Burada 2 dənə əsas faktor var. Yəni bunları yoxlasaq artıq kifayətdir. Ya driver sürücü problemidir, ya da ki USB portlarında problem var. Bu şəkildə də gördüyünüz kimi notebookların, personallarında USB portları olur. Və bunlar belə görünməyinə baxmayın, yəni hamısının ömrü olur. Məsəl üçün neçə dəfə taxılıb çıxardılmadan sonra artıq bu port öz işlevini itirir. Necə ki Ünal bəy, mousedur, durursan, klaviaturadır. Hə, video rekord edirsə yəqin ki. bəli, eləyirəm. Aha, çox. Yəni mouse-dur, standlardır. Bunların da bir ömrü var. Yəni misal üçün mouse-dur 5 milyon klik misal üçün ömrü var. Yəni 5 milyon klikdən sonra artıq sıradan çıxa bilər. Qarantiyasını pozdur, hər nədirsə belə bir şeylər. Və kompüterlər üçün də bu USB portlarında ömrü olur. Elə olur ki, bu portlar artıq istifadə olunandan sonra sıradan çıxırlar, işləmirlər. Bunda da nə olur? Ya mouse işləmir, ya klaviatura işləmir. Yəni bu porta nəyi taxsaz, o işləmir. Həmin cihaz işləmir. Bunda necə yoxlayırsınız? Adi standart bir yöntəmlə. Yəni mausu deyək bu porta taxıbsınız, gördünüz reaksiya vermir, işləmir. Digər portu yoxlayın, işləyən bir portu yoxlayın. Gördünüz o ki sizin kompüterinizdə reaksiya vermir, həmin qurğunu başqa bir kompüterdə yoxlayın. Və görsəniz ki, başqa kompüterdə həmin o qurğu işləyir, sizinkində işləmirsə, deməli artıq bu portdan da çıxıbsınız. Çünki portların hamısı birdən-birə xarab ola bilməzlər. Bunun olsa biri olsun, maksimum ikisi olsun. Yəni kompüterin üzərindəki bütün portlar birdən-birə sıradan çıxa bilməz. Bir-birlərindən ayrı olan qurğulardır, portlardır bunlar daha doğrusu. Yəni bu artıq sürücü driver problemləridir. Bu yeni əməliyyat sistemləri ki var, hansı ki artıq Windows 10-dur, Windows 11-dir, 8.1-dir. 8.1 artıq köhnədir. 8.1 və 8.1-dən yuxarılarda kompüterə qıraqdan taxılan hər hansı bir qurğunun driverini, yəni sürücüsünü avtomatik olaraq kompüter özü yüklür. Ümumiyyətlə driver nədir? Sürücü deməkdir. Yəni sürücünü də belə başa düşün ki, bunu idarə etmək üçün, bunu hərəkətə gətirən, idarə etdirmək üçün bir dənə sürücüyə ehtiyacı var ki, yəni bu işləsin. Buna da driver deyilir. Misal üçün kompüterdə hər hansı bir driveri silin, misal üçün mouse'un driverini silsəniz, mouse işləməyəcək. Nəyə görə? Çünki kompüter tanımır. Cihazı görür. Deyir məndə belə bir cihaz var, amma mən bunu necə işlətməliyəm? Bunu artıq tanımır. Bunun yazılımını, arxasındakı kodları oxuya bilmir. Yəni burada da yazmışam onsuz da dediyim kimi qurğunu başqa kompüterdə yoxlayın. Əgər orada da işləmirsə artıq qurğunun öz problemidir, öz vaxtı bitibdir. Yox əgər port problemidirsə portunuzu misal üçün özünüz dəyişə bilirsiniz də bu portlar da satılır. Yəni portların da qiyməti var, satılır. Bunları yerisindən əvəz eləyə bilərsiniz misal üçün. Yaxud əvəz eləmək istəmirsinizsə bu formada gördüyünüz konvertorlar var. Bunlar nə üçündür? Misal üçün deyək sizin notebookunuz var. Bax, adicə mənim öz notebookumun üzərində 2 ədəd USB port var. Yəni cəmi 2 dənədir. Mənim də əlimdə deyək ki, bir 5 dənə USB ilə işləyən qurğu var. Kameramdır, mikrofonumdur, misal üçün mousedur, klaviaturadır, bir də printerim var deyək. Bunların 5-i də eyni anda işləməlidir da. Yəni mən birini çıxart, birini tax, birini çıxart, birini tax eləmək istəmirəm. Ondan ötürü bu formada hubları olur. Bunlara USB hub deyilir və bunların üstündə bütün girişlər olur. Eləsi var ki, tək USB portlar olur. Eləsi də var burada gördüyünüz kimi. Baxın bu baş hissədə bunun HDMI portu var. Yəni siz kompüterə bundan görüntü də verə bilərsiniz və yaxud görüntünü ala bilərsiniz. Micro SD flash daha doğrusu disk kartlar ki var, bu telefonlara taxırlar və yaxud kamera kartları. Bildiyiniz professional kamera kartları. Bunları da oxutmaq üçün yer var. USB portları var və Type-C var. Məsəl üçün iPhone deyə telefon işlədirsiniz yeni nəsillərdən. Onların da bildiyiniz kimi girişləri Type-C-dir.
Siz bunu kompüterə necə qoşa bilərsiniz? Məsəl üçün kompüterinizdə USB portu yoxdur. Bunun vasitəsilə. Burada Type-C başlıq göstərilib, amma bu USB də ola Bilal bəy, bilər də, çox xahiş edirəm yaralı yerimdən vurmayın. yəni port məsələsi. Yoxsa Type-C. Deyil, iPhone məsələsi. Hə. Yəni nəinki iPhone, yoxsa da təzə nəsil telefonların hamısı demək olar ki, Type-C ilə işləyir. Bunları da kompüterə bağlamaq üçün kompüterinizdə Type-C port varsa, Type-C portunu başlığı Type-C port olanını ala bilərsiniz. Yoxsa da ki, adi misal üçün bu hissəsinin USB olanını alırsınız. Məsələ bununla da həll olur. Amma elə vaxt olur ki, bu cihazın özü problemli olur. Üzərinə bir neçə cihaz taxılır. Misal üçün bunun eynisindən məndə var, lap şəkildəki kimi. Yox, bunun bir fərqlisi məndə var, hubdır. Klaviaturanı taxıram həmin haba. Klaviaturanı görür, klaviaturaya tok gəlir, amma məlumat ötürmür. Klaviaturada nə yazıram, kompüter görmür. Niyə? Çünki bu belə deyim, ucuz məhsul olduqda, keyfiyyətsiz məhsul olduqda bu artıq oxutdura bilmir kompüteri. Power gəlir, yəni güc gəlir, klaviaturanın işığı yanır, basırsan caps lock işləyir, scroll lock işləyir, amma digərki məlumat ötürmür. Girişi yoxdur. Ondan sonra keçək digər problemə. SSD və yaxud hard disk kompüterdə görünmür. Kompüter açılarkən birbaşa BIOS menüsünü atır. BIOS-u da sizə keçən səfər başa salmışdım ki, kompüter üzərinə taxılan bütün qurğular hamısı tək bir sistemin içində, BIOS-un içində cəmlənir ki, siz bunlara burada konfiqurasiya verə bilirsiniz. RAM-ın da parametrini oradan dəyişə bilərsiniz, CPU-nun da, hard diskin də və s. Burada da yazıldığı kimi kompüter sizi birbaşa BIOS atır. Bu nə deməkdir? Yəni sizin kompüteriniz sizin yaddaş qurğunuzu görmür. Hard diskiniz və yaxud SSD-nizi görmür. Burada yoxlamalı olduğunuz ən birinci çıxış yolu BIOS ekranında olarkən SATA configuration hissəsinə keçid edirsiniz. Burada tək bir şəkil qoymuşam. Bu şəklə də baxsaq görə bilərsiniz. Amma yəni bu hamıda eyni cürə olmaya bilər. Çünki dediyim kimi fərqli istehsalatçılar var ki, məsəl üçün Asus-dur, digər firmalardır ki, bunların hamısının özlərinə aid anakartları var və BIOS-ları fərqli görünüşdə olur. Modlar eynidir. Misal üçün SATA burada da SATA-dır, orada da SATA-dır. Rejimlər eyni rejimlərdir. Amma yerləri fərqli yerdə olur. Misal üçün başqasında başqa pəncərədə olur, başqa firmada başqa pəncərədə olur. Əsas siz axtarmalısınız SATA configuration olan hissələri və orada əgər BIOS problemidirsə, burada görə bilərsiniz ki, configuration SATA-nı IDE ilə götürür. IDE belə deyim, yazılımçıların, daha doğrusu proqramistlərin, developerlərin işlətdiyi bir şeydir. Yəni bu kod yönümlü bir oxuma yazma sistemidir. Bunun nə cür işləyir, bunu mən də başa düşmürəm. Yəqin ki, proqramistlər başa düşür. Bunu çəkirsiniz AHC-yə. AHC, burada da yazmışam. 2 dənə rejimi olur. IDE və yaxud AHC. Siz bunu IDE-dən AHC-yə çəkirsiniz. Ondan sonra SSD-niz oxunur. Əgər yox, baxdınız ki, yenə həmən vəziyyətdədir. AHC-yə çəkdiniz. Kompüteri keçirirsiniz, yandırırsınız, tokdan çıxardırsınız və yaxud təzədən kompüteri açanda görürsünüz ki, yenə öz-özünə IDE-yə keçir. Bu nəyin göstəricisidir? Danışmışdım sizə ki, BIOS daşı deyilən bir şey var. BIOS-un batareykası, bircə dəqiqə bu buralarda olmalıydı. Baxın, bu hissəni görürsünüz, BIOS-un batareykası. BIOS-un batareykası öz içərisində olan məlumatları saxlamaq üçün güc verir də. Yəni adi daşdır da, telefon da belə deyim, pultların daşı kimi bu da bir daşdır. BIOS-un öz içində olan konfiqurasiyaları yadında saxlamaq üçün bu daşdan güc alır. BIOS-un zaretka daşı qutaranda nə olur? Avtomatik olaraq yaddaşda saxlanılan heç bir konfiqurasiyanı daimi yadında saxlamır. Yəni kompüter tokdan çıxartdınız, kompüterin tamamilə güc kəsildi. Güc kəsiləndən sonra avtomatik olaraq artıq bir də əvvəlki vəziyyətinə qayıdır. Yəni BIOS-a girirsiniz ki, AHC-yə çəkdiyiniz konfiqurasiya yenə IDE-də ilişib qalır. BIOS daşını dəyişirsiniz. Ümumi daha sonra bu SATA kabellərin əriməsi, qızması, hard disklərində, SSD-lərində ümumiyyətlə işləyən bütün elektron qurğuların qızma kimi bir problemləri olur. Bir dənə problem hard disklərin SSD-lərdən olur. Bunlar üçün əlavə bir soyutma qurğusu yoxdur. Bildiyiniz kimi prosesorların üzərində fan var. Yəni ventilyator var, soyudur. Video kartaların üstündə fan var, soyudur. Amma SSD-lərin, hard disklərin üzərində fan yoxdur. Yəni bir dənə sırf platadır. Soyutmaq üçün heç bir belə deyim qurğusu yoxdur. SSD-lər, hard disklər bir müddət çox isinəndən sonra bu başlıqlar ki var, bu el şəkillər başlıqları demişdim sizə baba. Bunlar məlumat alıb ötürən idi də yadınızdadsa. Yəni SATA power deyildi, güc deyildi. Bunlar məlumatı alıb ötürmək üçün idi. SATA data. Bu SATA datalar əriyir. Bu kaprondur da, adi bildiyiniz kauçuk kaprondur. Bu isinmədən sonra
bir müddətdən sonra, bir müddətdə deyim 1 il, 2 il, yəni elə həmin dəqiqə ərimir. Baxır sizin kompüterin nə vəziyyətdə işlətməyinizə. Yəni elə ola bilər ki, siz bir kabeli 10 illə işlədə bilərsiniz. Bax bunlar əriyəndən sonra da öz işlevliyini belə deyim, türkcə deyim daha doğrusu, itirirlər. Artıq işləmirlər. Niyə görə? Çünki əriyib və bunların da içində mislər olur. Baxın bu şəkildə də görə bilərsiniz, parıldayır. Bunlar mislər olur. O mislər vasitəsilə məlumat kabelin içərisindən gedir ana karta həmin məlumatı sizə göstərir. PowerSAT-a da problem ola bilər. PowerSAT-a da isinə bilər. Baxın burada görürsüz də bu demişdim hard disklərin SSD-lərin 2 dənə başlığı olur. Bir kiçik SATA data üçün. Bir dənə də SATA power olur. Yaddaş qurğularını gücə vermək üçün, güc vermək üçün daha doğrusu, enerji vermək üçün. Bunlar da əriyə bilir. Niyə? Çünki bunlar da kaprondur. Yəni bunlar da elə uzun ömürlü bir şey deyillər. Baxır o da sizin dediyim kimi yaddaş qurğusunu nə qədər gücə salmağınızdır. Yaddaş qurğusu da hansı vəziyyətdə gücə düşür? Siz nəsə yükləyəndə, siləndə, uploadda, downloadda, yəni yaddaş qurğusu hardakı işlədirsiniz, avtomatik olaraq orada sinmə olur. Bu da dediyim kimi sinmələrdən əriyir. Yəni burada fərqli bir şey yoxdur. Əgər kompüter burada da bir də yazmışam. SSD ilə hard diski görmürsə, ya BIOS problemidir, ya da ki kabellərinizi yoxlamalısınız. Yox, əgər gördünüz ki, kompüteriniz açılır, amma gəlib bu ekranda ilişir. Bu ekranda ilişməyin özünün də səbəbi hard diskdir və yaxud SSD-dir. Bunlar hard disklərlə SSD-lərin keçən dəfə qrupda yazmışdım, indi şifahi formada da deyim, hamısının bir ömrü olur. Ən uzun ömürlüsü hansı deyə soruşsanız hard disklərdir. Rəsul bəylə də mən danışanda qrupda demişdim. Rəsul bəydə də orada qəşəng bir söz işlətdi ki, hard disklər kənd uşağıdır, SSD-lər şəhər uşağıdır. Yəni SSD-lər sürətli işləyir, cəldi işləyir, amma ömrü azdır. Yəni ximikal maddələri yeməkdən ömrü az olur, amma HDD kənd uşağıdır, yavaş işləyir. Bir o qədər çox anlayış yoxdur, amma uzun ömürlü, dözümlüdür. Nehrə yağından, qatıqdan yeməkdən uzun ömürlü olur. Bu da həmin şeydir. Bunların ömrü olur, hard disk SSD-dən uzun ömürlü olur. Və bunlar amma sıradan çıxa bilirlər. Yenə deyirəm, hər şey bizim işlətməyimizdən asılıdır ki, biz nəyi necə işlədirik. Yəni biz bir ay içərisində də hard diski və yaxud SSD-ni xarab eləyə bilərik. 10 ilin içərisində də, 5 ilin içərisində də. Bunların ömrü tükənəndə nə olur? Kompüterdə də burada da ekranda görürsünüz. Yükləmə ekranında qalır. Orada Windows 11-in açılış menyusudur. Aşağıda burada gördüyünüz kimi yükləmə ekranı var, fırlanır. Bu da Windows 10-un 11-indir, 10-undur. Yükleme ekranı Windows 10'da artıq ekrana problemin bilmək olur nədən. Misal üçün, buraya yazır ki, diagnostic your PC və ya buraya yaza bilər ki, diagnostic your disk. Yəni bu nə deməkdir? Sizin diskinizi diagnostik edirəm. Kompüterdə öz başına heç vaxt disk diagnostik eləmir. Bunu nə zaman eləyir? Kompüterdə problem yarananda. Baxır ki, hard diskin vəziyyəti pisdir. Hard disklə SSD-lərin sektorları olur. Hansı ki, o sektorların içində məlumatlar yazılır və o sektorlar iş görürlər. Misal üçün, Rəsul bəy bilər, mənim yadımdan çıxıbdır, Rəsul bəy bilirsə də indi desin, hard diskin və yaxud SSD-nin yüklənməsi üçün bir dənə sektor var. Ya 0-cı sektordur, ya 1-ci sektordur ki, hansı ki, əməliyyat sistemi yüklənəndə onu yoxlayır birinci. Həmən sektoru yoxlayır ki, sən işlək vəziyyətdəsənmi? Cavab gəlir ki, hə, mən işlək vəziyyətdəyəm. Ondan sonra əməliyyat sistemi açılır. Yükləmə ekranından sonra əməliyyat sistemi açılır. Amma həmən o sektoru yatandan sonra, işləməyəndən sonra kompüterdə bu formada problem yaranır. Bu da nədən əmələ gəlir? Hard diskin ömrünün bitməyindən, qurtarmağından ki, misal üçün sağlamlığı düşüb aşağı, bunu da yoxlamağın proqramlar var, alternativ proqramlar ki, siz orada hard diskin və yaxud SSD-nin ömrünü yoxlaya bilirsiniz ki, nə qədər istifadə eləmişəm, ümumi işlətdiyim müddətdə nə qədər məlumat yazıb silmişəm mən bu hard diskin və yaxud SSD-nin içərisində. Ümumi neçə min saat işlətmişəm və yaxud neçə 100 saat bu hard disk işlək vəziyyətdə qalıbdır, ona qədər görmək olur. İndi o proqramı da burada bir dənə sizə göstərdim elə. Hard disk Sentinel-dir proqramın adı. Yəni başqa proqramlar da var, amma ən çox istifadə olunan bilindik metod hard disk Sentinel-dir. Baxın, bu formada interfeysi var. Bir dəqiqə. Bunu burada da ekrana attım görəsiniz deyə. Baxın, proqramın interfeysi budur. İnterfeys bu formada olur. Burada sol tərəfdə görürsünüz, yaddaş qurğularının adı yazılır. Misal üçün, başda yazılan VDC, əsasən bu VDC-lər əsasən hard disklərin adlandırılması olur. Yəni hard disklər VDC görəndə bilin ki, yəni bu hard disklə əlaqəli bir şeydir. Yəni bu hard diskdir. Burada yazılıbdır Samsung HD 0 neçəsə, misal üçün buna baxanda bilirsiniz ki, bu artıq sistem üçün görürsünüz qarşısında nə yazılıbdır? System reserved.
C diski. Yəni bunun içərisinə sistemi yazıblar, partitionu ayırıblar. Burada da D diski yazılıbdır. Məsəl üçün, o 6 terabaytlıq hard disk işlədiblər və yaxud SSD işlədiblər. Onun 70-80 gigabaytını ayırıblar, məsəl üçün, sistemi yazmaq üçün, digərlərini işlədiblər və yaxud hər nə isə üçün. Bu ekranda görürsünüz nə yazılıb? 2 dənə hissə var. İkisinin də qarşısında 100%-dir. Biri performansdır, biri health-dir. Yəni sağlamlığı. Performans həmişə 100% olur. Yəni performans heç vaxt, yəni retki nətərmən hallarda onu görərəm ki, performans düşür. Düşəndə bu düşür, sağlamlıq. Bu sağlamlıq 2% belə düşəndə hiss olunur. Özünü hiss elətdirir ki, artıq yəni sənin sağlamlığın düşür. Kompüter ləngmi işləyir, nə də səbəb problemi yaradır, yəni yükləmədə, çıxartmada. Yəni bu hiss elətdirir özünü. Hələ elələri var ki, bu gəlir 1%-ə kimi düşür. İndi biz başımıza gələn bir haqq hesabdan danışaq. Biz o vaxt Rəsul bəylə servisdə olanda notebook gətirmişdilər bizə. Ki, bəs notebook açılmır da. Neçə il özü də köhnə notebook idi. Bəlkə də notebook məndən yaşlı idi. Yəni o neçə ilin deyim sizə də, lap qalın belə kitab boyda olan notebooklardan idi. Notebook gördük ki, nəsə kompüter açılmır, nəsə içindəki hard diski çıxartdıq, taxdıq qıraqdan kompüterə. Gördük ki, hard diskin ömrü qalmayıb, düşür 10%-ə. 10% kompüterin ömrü qalıbdır. Hard diski artıq qıraqdan oxuya da bilmir. Hələ bu proqrama girib onu analiz eləməyimiz özü belə çətinçilik yaratdı ki, biz başqa kompüterlə yoxluyurduq ha bunu. İndi bunu da sizə göstərəcəm burada nə ilə yoxlanılırsa. Yəni 10%-ə belə düşəndə artıq bunun içərisindəki məlumatları da çıxartmaq çətin olur. Plus da hard disk yəni 10%-ə düşənə kimi nə bilim necə hiss eləməyiblərsə o da bir maraqlı haqq hesabı idi. Yəni option hard diskin vəziyyətinə və ya SSD-nin və ya flash kartın, yəni ümumi yaddaş qurğuları ki, nə var, hansı ki siz onun içərisinə nə isə yükləyə bilirsiniz. Hamısını bu proqramın içərisində görə bilirsiniz. Avadanlığınızı taxsınız, girirsiniz bu proqramı artıq sol tərəfdə göstərir sizə. Misal üçün ki, dərəcələrinə qədər göstərir ki, hal-hazırdakı temperaturları nə qədərdir. SSD-ləri də hard diskləri qıraqdan da oxutmaq üçün baxın belə qurğular var. Bunlar görürsünüz bir başlıqları USB-dir, digər başlığı sizə bayaq anakartda dərslərimdə göstərdiyim kimi SSD-lərlə hard disklərin başlığı necə olurdu? L şəkilli, qısa və uzun. Bura SATA power üçündür, bura SATA data üçündür. Və bu hissədə bunu taxırsınız SSD və yaxud hard diskə, bu hissəni taxırsınız kompüterə, avtomatik olaraq yaddaş qurğusunun içərisindəki məlumatı siz başqa bir kompüterə ötürürsünüz bu USB-lərin vasitəsilə. Amma hard disklər notebook üçün və personallar üçün olmaq üzrə iki yerə bölünürlər. Personal üçün olan hard disklər adətən böyük olurlar. Baxın bu formada qalın olurlar və həcmləri böyük olur. Notebook üçün olanlar isə notebook bildiyiniz kimi balaca xırda bir şey olduğu üçün, incə olduğu üçün incə hard disklərdən istifadə edirlər. Sırf bu qurğu, bunda məndə var misal üçün evdə, sırf bu qurğu notebookları, SSD-lərin hard disklərini və yaxud SSD-lərini oxumaq üçün istifadə olunur. Amma artıq siz personal üçün olan hard diski oxutmaq istəyirsinizsə qıraqdan, bunun biraz bahalı variantı var. Eyni işi görürlər, ikisi də məlumat çıxartmaq üçün. Amma bunun biraz bahalı variantıdır. Burada sağ tərəfdə də görə bilərsiniz ki, bunun adapteri var. Niyə? Çünki personal üçün olan hard disk əlavə güc tələb eləyir. Yəni bu notebook hard diskindən daha çox enerji sərf eləyir. Ona görə bundan ötürü bu qurğunun əlavə toku var. Yəni bu birbaşa rozetkadan güc alır ki, hard diskdəki məlumatı oxuya bilsin. Sırf yəni personal üçün olan hard diskdən məlumatı oxuya bilsin. Yəni bu problemi də sizə dedim. Yəni kompüter yüklənmə ekranında qalırsa ya sistem faylları zədəlidir, yəni bilmədən nə isə silibsiniz və yaxud virus salıbsınız, virusmu silibdir həmən faylı və yaxud da ki hard diskdən SSD-lərinizin ömrü azalıbdır. Ondan sonra sistem yavaş işləyir. Virus startup proqramları və yaxud az RAM. Sistemin yavaş işləməsi nədir? Misal üçün, hər hansı bir proqramı açırsınız, nəyəsə keçid eləyirsiniz, baxırsınız ki, ləng işləyir. Kompüter fikirləşir açmamışdan qabaq. Bir dəqiqə az qala gözləyir ki, həmən məlumatı sizə göstərsin və ya həmən proqramı sizə açsın. Everyone. Qaydasan, tamam. Hə. Həmən məlumatı sizə açsın. Bu da hansı vəziyyətdə olur? Bir, RAM-ınız az olanda olur. Hansı ki, sizə keçən səfər demişdim ki, minimum 16 GB-lıq RAM-la olan ya personal ya da notebooklar alın. Çünki artıq günümüzdə əməliyyat sistemləri get-gedə ağırlaşır. Yəni güncəllənmələr gəlir. Proqramın tələbatları, məsələn, Photoshop işlədirsiniz, təzə versiyası gəlir, artıq daha çox güclü sistem tələb eləyir. Yəni bu RAM yetməməzliyindən də ola bilər. Baxın, burada yazmışam hər şey tək-tək. Elə qoyun buradan oxuyum, sizə daha da aydın olsun.
Əgər çalışdığınız şirkətdə və ya da öz şəxsi kompüterinizdə yavaşlanma halları görsəniz, ilk yoxlamalı olduğunuz Task Manager-da arxa planda işləyən lazımsız proqramları deaktiv etməkdir. Task Manager-a hardan baxa bilərik biz? Baxın, bu Windows-un aşağı hissəsi var. Baxın, bu proqramları ki, biz bura yığmışıq. Bura Task Bar deyilir. Bar. Task Bar. Və bunun üzərinə sağ klik etdikdə görə bilərsiniz ki, bu bütün Windows-larda belədir. Task Manager gəlir. Task Manager-a girəndə siz proses yazılan hissədə arxa planda işləyən proqramları görə bilərsiniz ki, hal-hazırda məndə arxa planda nədə işləyir? Ən əsas işləyənlər, yer tutanlar baxın bunlardır. Onsuz da görürsünüz bura nə yazır? Background process, arxa planda işləyənlər və hal-hazırda açıq olan proqramlar. Burada background prosesə dəqiq toxunmayın. Çünki burada çoxu sistem faylları olur. Yəni burada nə isə dayandırmağınız sizə kompüterdə nə isə səhv olmağına və ya sönməyinə, yanmamağına problemləri gətirib çıxarır. Baxın, misal üçün məndə brauzer açıqdır. 2 dənə brauzer açıqdır. Biri Brave-dir, biri Google Chrome-dur. Baxın, görürsünüz nə bura qarşısına yazır. Bir 800 megabayta yaxın, 800 megabayt da deyək də başda. 800 megabayt Brave brauzer işlədir. Bir 250 megabayt da Google Chrome işlədir. Burada da ümumi toplayanda misal üçün 1 gigabayt eləyir. Bu da nə deməkdir? Sizin 16 gigabaytınız RAM-ınız varsa, bunu artıq 1 gigabaytı bu iki brauzer istifadə edir. Ondan sonra digər proqramları görə bilərsiniz. Misal üçün arxadakı elə proqram var ki, misal üçün AnyDesk-dir və yaxud başqa bir proqramlar var ki, kompüter açılandan sonra avtomatik olaraq işə düşürlər. Siz yəni fikir vermirsiniz, arxa planda nəsə işlədi, işləmədi. Elə kompüter açırsınız, öz işinizi görürsünüz. Ona görə kompüterdə ləngim olanda birinci Task Manager-a baxın ki, arxa planda sizdə nələr işləyir. Misal üçün deyək ki, mənə PowerPoint lazım deyil. Bunun üzərindən sağ klik edib buradan End Task da verə bilərsiniz. Misal üçün Windows 11-in yeni nəsillərində elə ki, End Task sözü baxın burada yuxarı hissədə gəlir. Amma yəni hamısının üzərində fərqi yoxdur. Yeni, köhnə. Üzərinə də klik eləyəndə burada End Task var. Mən misal üçün bu End Task-a vursam nə olacaq? Bu PowerPoint, arxadakı PowerPoint sönəcək. Yəni buradan həmişə nəzarət eləyin ki, sizdə əlavə, misal üçün mənim 100%lik RAM-ın artıq demək olar 80% istifadə olunur. Mənim proqramlarıma plus sistemin özü də RAM istifadə edir. Baxın, buradan da RAM-ın nə qədər boşda qaldığını görə bilərsiniz. Görürsünüz nə yazılıbdır? Mənim 16 GB RAM-ım var idi, düzdürmü? Baxın, burada yazır 16 GB. Bunun artıq 11.9 GB istifadə olunur. Görürsünüz yazılıb in use, yəni istifadə olunur. Yəni 12 GB artıq RAM-ım istifadə olunur. 4 GB boşda yer qalıbdır. Bu bilsiz nə deməkdir? Yəni mən burada bir dənə də hansısa bir əməliyyat eləməyə çalışsam, bu kompüter dona-dona işləyəcək. Niyə? Çünki hər açılan proqram RAM-da yer tutur. RAM nə idi? Müvəqqəti yaddaş qurğusu. Mən bu proqramda hal-hazırda sizə nə isə keçirəm. Siz bu proqramı görürsünüz. Bu nəyin hesabınadır? RAM-ın hesabınadır ki, RAM bunu yaddaşında saxlayır. Ki, bax, sən hal-hazırda bu proqramı açıbsan, mən bu görüntünü sənə göstərə bilirəm. Yəni, mən bunu öz yaddaşıma yazmışam. Baxın, məndə hal-hazırda 4 GB RAM-da boş yer qalıbdı 16-dan. Yəni, mən burada əlavə bir əməliyyat eləmək istəsəm və ya deyək ki, Chrome-a gəldim, buradan bu formada tablar aça-aça getsəm, hər tabın özü bir neçə megabayt yer götürür RAM-dan. Yəni, elə bilməyin ki, bir dənə Chrome 300 megabayt yer tutur. Buradan, misal üçün, Yandex-ə girim, buradan YouTube-a girim, misal üçün. Buradan açaq LinkedIn-i. Buradan nə bilim də açaq, maraqlı bir saytdır, oxuyacaq deyək buradan da. Task Manager-a girəndə görəsiniz ki, artıq proseslər yüklənməyə başlayır. Baxın, burada nə oldu? Mən CPU-mun gördüyünüz dərəcəsi çoxaldı. Bayaq bu qədər deyildi. Chrome-da nə oldu? Mən hər tab açdıqca, hər panel açdıqca artıq Chrome-da megabaytlarım istifadə olunmağa başladı. Hal-hazırda 1.3 GB RAM-ımı mən Chrome istifadə edir. Mən bunu tək-tək silim. Misal üçün, bir dənə tab saxlayayım, tək ox ağzı saxladım. Bu birazdan güncəllənəcək. Bu yavaş-yavaş düşür aşağı, görürsünüz? Bu artıq yavaş-yavaş düşür aşağı. Yəni tablar azalır artıq. Arxa planda heç nə işləmir. Yəni bunu həmişə nəzarət eləyin. Plus da kompüter açılanda avtomatik olaraq açılan proqramlar olur ki, birbaşa açılırlar. Onları da startup bölməsindən söndürün. Burada da yazmışam. Startup-ara yazmışdım. Deyəsən 30 səhifədə. Nəysə, elə burada da göstərim. Task Manager-da startup, yəni başlanğıc hissəsi var. Bu startupa girəndə burada kompüter açılan vaxtı avtomatik olaraq işə düşən, yəni sizdən icazəsiz işə düşən proqramlar var. Məsəl üçün məndə Torrent-dir. AnyDesk öz-özünə açılırdı. Hələ də açılır. Disable eləməmişəm. Yəni AnyDesk mənə lazım olduğu üçün bu bağlamıram. Brave-dir misal üçün bağlamışam. OpenVPN-dir, açıq saxlayıram. Çünki bu da mənə lazım olan bir şeydir. Steam-ni bağlamışam. Yəni buna ehtiyacım yoxdur.
Acronis'də bağlamışam, WhatsApp-da bağlamışam. Yəni bunlar kompüter açılan vaxt avtomatik açılmağına ehtiyac yoxdur. Bunlar əlavə RAM yeyirlər. Daha sonra RAM istifadəsinin nəzarəti dedim. Kompüter üçün milyonlarla, kompüter üçün bir dəqiqə, 1 dəqiqə vaxtımız qaldı. Qoy mən yayını dayandırım. Sizə təzədən yayını açım yeni linkdən. Oradan zəhmət olmasa keçid eləyin. Olsa hardasa 10-15 dəqiqəlik belə bir şey qaldı. Hə, 9 nəfər olduq. Yəqin ki, çox adam burdadır. 1-2 nəfər gəlməyib. Onsuz da YouTube-a da dərsləri qoyuram, oradan izləyə bilərlər. Yəni çox vaxtınızı almaq istəmirəm. Dediyim kimi ondan sonra davam eləyək. Task Manager-da RAM istifadəsinə baxdıq, nəzarət elədik. Öz-özünə açılan proqramlara baxdıq. Burada yazmışam. Kompüter üçün milyonlarla proqramlar var və bu proqramların çox hissəsi ödənişlidir. Yəni hansı ki siz ora pul ödəməlisiniz. O proqram üçün, onun istifadəsi üçün və yaxud pul ödəmədən crack dediyimiz bir şey var. Bu crack nədir? Proqramın qırılmış versiyası. Hansı ki, misal üçün hakerlərmi deyim, proqramistlərmi deyim, güclü başa çıxanlardan gedir söhbət. Bu proqramları ödənişsiz formada internetdə yayımlamaq üçün o proqramın təhlükəsizlik ilkələri deyən bir şey olur da. Misal üçün siz o proqramı yüklüyürsüz, giriş eləmək istəyirsiniz, amma görürsünüz ki, sizdən misal üçün kod, parol tələb eləyir ki, bir hesab yarat. Hesabı da yaratmaq üçün sizdən pul istəyir. Həmin o hakerlər və yaxud proqramistlər o proqramın həmin hissəsini bypass eləyirlər. Yəni qırırlar, oğurluq metodla onu sizə internetə yerləşdirirlər. Bu proqramların crackli faylların əksəriyyətinin içində virus olur. O da baxır sizin o proqramı hardan yüklədiyinizə. Yəni mənim özümün kompüterin içərisində də hal-hazırda crackli proqramlar var. Məsəl üçün Office proqramlardır ki, crackli formadadır. Ondan sonra bu Windows-dur, misal üçün, bu da crackli formadadır. Yəni buna pul verib almamışam. Crack də eləyə bilərsiniz, pulla da verib ala bilərsiniz. Pulla versəz, misal üçün, orijinal lisenziya açarı istəsəz, misal üçün 100 neçə, 200 neçə manat olur. Yox, ref olunmuş açarlar var. Ref olunmuş açarlardan istifadə eləsəz 10-15 manatdır. Yəni 10-15 manat verib ref olunmuş açarlardan da alıb istifadə eləyə bilərsiniz. Ondan sonra burada da dediyim kimi, bir də yaddaş qurğularının həcmi azaldıqda artıq kompüterdə ləng işləmələr başlayır. Bu da nə deməkdir? Bir saniyə bunu çəkim aşağı belə göstərdim. Baxın mənim SSD-imdə ümumi 512 GB-lıq SSD-dir. Bunun 476 GB-ını mən istifadə edə bilərəm. Niyə? Çünki yerdə qalan hissəsini artıq sistem öz rezerv faylları kimi götürüb. Mən əməliyyat sistemi yükləmişəm. Bu əməliyyat sisteminin özünün də bir həcmi var. Hətta yəni qaçaq sitelərdən yüklüyorsunuz, bəli. Qaçaq olmayanlar da var da ki, artıq rəsmiləşiblər. Qaçaq malları rəsmi yüklətdirirlər. Neysə. Baxın, misal üçün, məndə 512-lik SSD-nin 356 GB, yəni 476 GB istifadə edə biləcəyim yerin
hal-hazırda 356 gigabaytı boşdadır. Yəni bu boş hissəni görürsünüz. Bu boş hissə boş olan hissədir. Göy hissə dolu olan hissədir. Hər SSD-nin yaddaşının 15-20%-dən aşağı düşəndə həcm artıq kompüter ləng işləməyə başlayır. Misal üçün belə deyək, 1 terabaytlıq deyək SSD-niz var və yaxud hard diskiniz var. 1 terabayt nə qədər idi? 1000 gigabayt idi. Bilmirsinizsə, yəni keçən səfər başa salmışdım. 1 terabayta 1000 gigabaytdır. Bu 1000 gigabaytlıq deyək bir SSD-nizin və yaxud hard diskinizin boş yeri qalıbdı 150-200 gigabayt. Yəni sizə böyük görünür ki, 150-200 gigabayt mənim hələ də yerim var. Amma siz ümumi SSD-ni və yaxud hard diskin artıq 15-20%-ni boş hissədə saxlamısınız. Bu da sizin nə deməkdir? Yəni boş hissə nə qədər olur olsun. Deyək ki, bura kimi doldurubsunuz. Buradan bu hissə artıq boşdadır. Deyirsiniz ki, buranı doldurmaram, kompüter işləyir. Amma belə olmur. Hər SSD-nin hard diskin artıq həcmi 15-20%-dən aşağı qalanda kompüter ləng işləməyə başlayır. Misal üçün, mənə deyə 6 terabaytlıq, yəni 6000 gigabaytlıq bir dənə yaddaş qurğum var. Mən gətirim 5 terabaytlıq məlumatları doldurum içinə. Kompüterə deyim ki, işləməyəcək axı. Niyə? Birincisi prosesorun gücü çatmır o boyda məlumata. Sənin ola bilər ki, misal üçün hard diskinin SSD-nin tutumu neçəsə terabayt olsun. Əsas proses ondadır ki, kompüterin ona gücü çatırmı o boyda məlumatı bir anda işlətməyə və bir anda oxuyub yazmağa. Bu da həmən şeydir. Yəni 1000 gigabayt məlumatınız var. Bu gəlir, dolur. Misal üçün 15-20%-dən aşağı yeriniz qalır. Kompüter nə varır? Başlayır ləng işləməyə. Belə. Burada artıq şəbəkə ilə bağlı şeylər var. Bunu gələndə isə saxlayıram. Çünki bu artıq sırf bu şəbəkələrin özü artıq bir dənə mövzudur. Yəni 7-8 vərəqlik bu formada slaydlıq bir mövzudur. Şəbəkəni indi sizə deməyəcəm. Bu şəbəkə kartlarıdır, şəbəkə kabelləridir. Bu kabellərin rənglənməyidir. Kim misal üçün hansı rəng necə vurulmalıdır, konnektorlardır filan. Şəbəkənin özü adlı bir dərsdir. Yəni bunları hazırlayacağam. Adlı bir mövzuda olar sizə keçəcəm. Bura kimi kimisə başa düşmədiyi, anlamadığı nəsə bir hissə varsa, yazsın və yaxud səsini açsın, fərqi yoxdur. Yəni necə rahatsa desin, izah eləyim.